Sən sevilirsən. Həm də elə bir dərin sevgi ilə sevilirsən ki, bunu təsəvvür belə edə bilməzsən. Sən sevdiyin üçün deyil, sevindiyin üçün sevə bilirsən. Necəmi? Dinlə, yazılıb. Biz sevirik çünki o bizi əvvəl sevdi. Rəbb deyir Səni əbədi bir məhəbbətlə sevdim. və davam edir. Səni insani bağlarla, sevgi bağları ilə özümə tərəf çəkdim. Deməli, məndəki sevginin kökü göylərdən gəlir. Bəs bu sevgi nədir və nədə özünü göstərir? Yazılır. Məhəbbət çox günaha örtər. Deməli, bağışlamaq və yeni şans vermək məhəbbətdən asılı imiş. Sonra davam edir. Məsih imanlılar cəmiyyətini sevib, onun uğrunda özünü fəda etdiyi kimi, siz də bir-birinizi belə sevin. Deməli, bu sevgi fədakarlıqda və sədaqətdə özünü göstərir və yenə deyilir. Ata məni sevdiyi kimi, mən də sizi sevdim. Deməli, sevgi həm də birlik gətirir. Yazılır. Mənə həyat verdin, sevgi göstərdin. Deməli, sevgi həyat verir və yazılır. Sevgi ölüm qədər qüvvətlidir. Deməli, sevgi ölümün ayırdığını birləşdirəcək qədər güclüdür. Və sonda deyilir. Sevməyən kəs Allahı tanımır. Çünki Allah məhəbbətdir. Sevgi Allahı tanımaqdır.